Hamınıza salam, kanalıma hamınız xoş gəlmişsiniz. Bugün sizinlə birlikdə yeni bir vloqa başlayıram. Aralıq müddət çərçivəsində o qədər sizin üçün video paylaşmadım ki, indi sizə özümə bağışlatmağa çalışıram və çox video paylaşıram. Bu vlog haqqında əslində heç bir fikrim yoxdur. Yəni necəyəcəksə bu videoda hansı, necə maraqlı olacaq, olmayacaq, heç bir planım yoxdur. Amma ümid edirəm ki, yaxşı gedər vlog, yəni ki, sizin üçün də maraqlı olar izləməyə. İndi isə Temudan sifariş edib papağı göstərmək istəyirəm. Temudan belə qırğız papağına bənzəyən bir papaq sifariş eləmişəm özüm üçün. Əslində 2 dənə idi, mən bunun birini hədiyyə eləmişəm. 2 eyni rəng deyildi, biri qara, biri isə bu rəngdə idi. Ona görə qaranı hədiyyə elədim. Çünki mənim kurtkamın rəngi də məhz bu rəngdədir. İsti saxlayacaqmı, saxlamayacaq bilmirəm. Çünki içi belə deyil, içi bildiyiniz belə bu cür parçadır. Bunu deyəsən sıxlaşdırılmış parça deyirlər. Belə deyəsən ikisinə bir də 4 ya da ki 6 manat pul xərcləmişəm. İndi isə biraz dərs oxuyacağım qızlar. Oxudum, bitirdim. Çox qəşəng testlər yazdım. Burada cavablar hamısını qeyd eləmişəm. Deməli, mən bu kitabı xatırlayırsınızsa əvvəlki videodan qaytarmağı planlaşdırırdım və sonra yadıma düşdü ki, bu kitabı açıb baxanda bu hissədə bir kupon yer alır, bilirsiniz ki, bu bütün Dövlət İmtahan Mərkəzinin kitablarında var və bu kitabda da var. Hamısında var və bu kuponla siz həm nəşrin orijinallığını yoxlaya bilərsiniz, həm də ki, pulsuz imtahanlara qoşula bilərsiniz, sınaq imtahanlarına qoşula bilərsiniz. Və mən bu kuponu gördüyü vaxt sırası ağlıma gəldi ki, 100% mən burada bunu qazanmışam. Çünki bu kitab da həmin vaxt alınmışdı və ikisi bir yerdə alınıb və mən bu kuponu hər də pozmamışam. Gördüyünüz kimi kupon olduğu kimi qalıb. Yəni ki, nəşrin orijinal olub olmağını bilmirəm və imtahana girməmişəm o kupon sayəsində. Bu mənə biraz şübhəli qaldı. Nəsə mən bunu qəşəng sərəqəydə paketləmişəm ki, biz bu kitabı qaytaracağıq. Amma indi ağlıma gəldi ki, bu kitab artıq qaytarmaq üçün deyil. Çünki həm paketlənib, həmçinin də kuponu artıq istifadə olunub. Nə qədər olub heç kimə yanılıram, yəni açıb baxacağam kitabı. Ümid edirəm ki, kitab kuponu istifadə olunmayıb. Belə baxmaq mümkün olmur. Mən artıq paketləmişəm bunu bu şəkildə. Açım, baxım görüm kupon istifadə olunmayıbsa, yenə bu vəzdə qaytarlayacağım qaytarmaq üçün. 3 saatdır ki, bunu açmağa çalışıram. Hələ bir dənə skoçu qapara bilmişəm, amma bu hələ qalıb. İndi bunu qapardacağım. Qızlar, ikinci bir hüsran gəldi. Buranı açdım, fikirləşdim ki, artıq axırıncı skoç parçasıdır, amma buna baxın. Buna baxın qızlar. İndi qızlar, güp gəlir o an. Allah qaçıb baxmamışam. Baxaq gələk bu kitabın kuponunu mən istifadə eləmişəm. Ya yox, eləməmişəm. Ümid edirəm ki, eləməmişəm qızlar. Baxın, 3-cü qrup ixtisas üzrə qəbul imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub bu kitab. İndi gəlin baxaq gələk biz bura adımızı və yaxud da ki kuponu istifadə eləmişik. Baxırıq. Ups. Hüsran. İstifadə eləmişik qızlar. Kitabı qaytarmaq mümkün olmayacaq, təəssüf ki. Amma içərisində mövzular çox çətindir, yəni ki. Hüseyn Cavid var, yəni ki, hər bir yazıcı üçün sən ayrı-ayrı mövzular üzrə testlər işləməlisən. Məsəl üçün, Üzeyir Hacıbəli üçün ayrı bir test mövzu olacaq, Mirzə Fətəli Axundzadə üçün ayrı bir test mövzusu olacaq. Belə. Bu kitab da qayıtmır, gedək növbətə bu kitabların arasına. Amma kaş ki bunun mən fərqinə o short video çəkəndən əvvəl varsaydım. Çünki daha maraqlı olacaqdı video. Qızlar, və bunu bildirmək istəyirəm ki, sadəcə 9 illik kitabın ingilis dili və Azərbaycan dili və riyaziyyat var. Yəni ki, ədəbiyyat digər artıq fənlərin
9 illiyi yoxdur. Sadəcə olaraq belə test, baxın, test toplusu da var, hissə olanlar da var. Məndə bir dənə zapışın dili var idi. Baxın, 2023-cü ildə müəllimlə aldırmışdı və bu birinci hissəsidir. Onun ikinci hissəsini almadım. Çünki artıq mən bu kitabanda ilin axırı idi. Fikirləşdim ki, 2023-cü ilin axırında onsuz da ki, bu mənə lazım olmayacaq. Yəni ki, bu artıq köhnə nəşrdir. Yeni nəşrə çıxacaqda alacağam və bunu aldım. Çox qəşəngdir. İçərisində bütün mövzular yer alır. Düzdür, azdır mövzular haqqında sınaqlar, amma sən daha yaxşı bildikdən sonra bu sənin təkmilləşmək üçün daha yaxşıdır. İrəli daha belə professional kitablar da almam mümkündür. Baxın, hansı ki, məndə bir dənə test toplusu var ki, Nəqə Nəcəvliyə aiddir. 250-lik test sınaq toplusu var. Məndə ingilis dilinə baxsaz daha az mövzu. Mövzuların hamısı var. Sadəcə olaraq hissə ayrılmır. Məsəl üçün, isim mövzusunu sən təmiz bitirməlisən ki, burada işləyə biləsən. Amma isim mövzusunu sən sadəcə yəli hal bitirsən, artıq yeni hal təkcə sınavını elə bilərsən. Şəkil falansı elə bilərsən. Yəni, asan sınavlar elə bilərsən. Məsəl üçün, artikel növünə sən bitirdin EN artikelini, EN artikel testini elə bilərsən. Amma burada hamısı bütöv şəkildə gedir. Amma bu test sınaq toplusunda sən tutan bitirdin artikel mövzusundan EN artikelini, təkcə EN artikelini elə bilərsən. Yəni ki, sırf Z artikelini bitirmək məcburiyyətində deyilsən. Belə qızlar, həm adımı yazdığım üçün, mən kuponu istifadə etdiyim üçün tezlik qaytara bilməyəcəm kitabı. Yenə də olsun, qismət imiş. Yəni kitab qalmaq məcburiyyətindədir artıq. Ona görə fikirləşdim ki, elə işləyək bundan da. Deyəsən, vlog sizin üçün maraqsız alınacaq, amma mənim üçün vlog indi çox qəşəng və super maraqlı irəliləyir. İndi isə bir stəkan çayla şokolad yeyəcəm. Şokoladla bir stəkan çay içəcəm daha doğrusu. Belə qızlar, çayımı gətirmişəm, indi buxar çıxam, şokoladdan içəcəm. Əslində çox şey var şokoladla bundan içmək üçün. Tort da var, şirniyyat da var, konfet şokolad da var, amma mən tam Bisconerno şokoladını içəcəm. Tələffüz edə bilmədim. Mən qısa bu vlogu da bağlamaq istəyirəm, amma düşünürəm ki, çatan vlog çəkmirəm. Ona görə biraz uzun eləmək məqsədim var. Görək nə hərəkətə girirsə, ona qədər mənə aparacağım. Sizə evimizdəki gülləri göstərmək istəyirəm. Baxın necə gözəldilər. Biz bunlara son dərəcə həssas yanaşırıq həqiqətən. Çəhrayı da var, qırmızı da var, ağ var, amma o da çöldədir. Divarımdakı ən sevdiyim şəkil. Çox qəşəngdir. Deyirsən, bu fosfor kimidir, parıldayır. Baxın, belə fərqli olur. Belə isə fərqli. Çox qəşəngdir. Mənim pişiklərə qarşı olan sevgimi çox adam bilmir. Ən sevdiyi heyvan pişik və itdir. Amma birinci növbədə pişikdir. Vlog uzun olsun deyə bütün maraqsız məqamlar başında onunla göstərirəm. Əlimə gələn hər şey eləyirəm. Bilirəm ki, uzunlar və sinirlənici olar. Açdım, gəlin bir sınıyaq görək necədir. Tünd şokoladlı deyəsən. Və mən tünd şokoladlı belə hər brendin tünd şokoladını sevən deyiləm. Baxaq görək nə olursa. Çox tatlıdır. Super qızlar. 10 üzərindən 9. Elə tam bu məqamda kanalıma abunə olmağı, videoma like atmağı unutmayın. Əgər vloglarım sizin üçün maraqsızsa və ya kanalıma başqa videolar görmək istəyirsinizsə, bunu mütləq rəy bölməsinə yazın. Bu silməni siz görməmişsiniz qızlar. Burada mənim istifadə eləmədiyim, daha çox istifadə etdiyim parfümlərin göz önündə olmadığı yerdir. Şimdi göz önündə olan parfümləri sizə göstərəcəm, hansısa ki bəyəndirəm. Baxın qızlar, ən bəyəndiyim budur. Yeni almışam ona görə. Sonra qış ayı ən çox istifadə etdiyim budur. Və arada bir istifadə etdiyim, qonaq gedərkən istifadə etdiyimsə budur. Bunu da çox bəyənirəm. Möhtəşəm bir qoxusu var. Üçünün də bunları sevirəm deyə göz önündə tapmağı üstünlük verirəm. Yəni ki, əlimə atım, istifadə edim və çıxım. Bunları isə daha az istifadə etdiyim üçün buraya yerləşdirmişəm. Məsələn, baxın, bir parfüm var burada. Sonra murmur var ki, hələ qutusunu açılmayıb. Orada bir daha parfüm var. Bura Coco Chanel var. Kolye ne deyirdi? Necə tələffüz olunurdu bu? Kolye var deyəsən. Çoliydi, kolye də bilmirəm. Elə bir şeydir. Belə bir krem var. Krem nə idi? Bədən spreyi qızlar və belə daha qram duxular var. Elə 2 dənə var. Bunun birini mən özüm almışam. Biri isə ad gündə hədiyyə olunub deyəsən. Əslində bunların hər birini bəyənirəm. Sadəcə olaraq az istifadə edirəm deyə buraya yerləşdirmişəm. Belə qızlar, başqa sənə göstərə bilərəmsə nə fikirləşirəm. Qələmlərimin isə hamısını yox, sadəcə bir hissəsini qızlar bura yerləşdirmişəm və fikirləşirəm ki, evdə ayrı qələm istifadə etmək lazımdır, məktəbdə isə ayrı. Çünki evdə götürürdüm bunu, evdə istifadə etmək üçün bunu qoyurdum bura. Sonra sabahçı məktəbə gedən yadımdan çıxırdı, qalırdı evdə və bu dəfələrlə məndə baş verib. Ona görə artıq ağıllanmışam.
düşünürəm ki, yağınlanmışam. Onu da götürüb qoymuşam bura. Fərqli yer çəkirəmiş. Niyə demirsiniz? Söhbət bir dəftərim var mənim. Hansı ki mən burada bir dəqiqə düzgün açım. Deyirəm ki, neçə dənə dərs oxumaq lazım, nə qədər dərs oxumuşam və nələr yazmışam. Belə. Çoxunuz düşünər ki, bu dəftərə mən əməl eləmirəm. Amma əməl eləməsəydim, indi bu videonu çəkməzdim və sizin üçün paylaşmaq üçün montaja getməzdi qızlar. Əməl nə idi? Əməl eləyirəm və düşünürəm ki, əməl etdiyim üçün də yaxşı nailiyyətlərə səbəb olacağam. Amma siz mənim kanalıma abunə olmadıqca və atmadıqca və videolarımı izləmədikcə düşünürəm ki, mən ruhdan düşəcəm. Ona görə kanalıma abunə olmağı, video like atmağı və bildirimləri açmağı unutmayın. Bu vlog bura qədər idi. Növbəti vlogda görüşənədək sağ olun.